Uğraşlıq bizdə bu söz söyüşdür. Amma əslində bu bir iqtisadiyyatdır. Əxlaqsızlığı qınayanların Google axtarış tarixçəsinə baxın. Ən çox namus dərsi verənlər gecə virtual hərraclarda aktiv olanlardır. Biz əxlaqsızlığa yox, onun aşkar olunmasına nifrət edirik. Statistika yalan danışmır. Azərbaycanda əxlaq sözü ən çox boşanma məhkəmələrində və qonşu qeybətlərində valyuta kimi istifadə olunur. Biz qız övladının geyimini santimetrlə ölçüb, rüşvətlə tikilən villaların eyvanlarında şərəf qədəhi qaldıran kütləyə çevrilmişik. Əxlaqsızlıq yataqda deyil, cənablar. Əxlaqsızlıq ədalətin satıldığı hər yerdədir. Biz namusu qadının iki ayağının arasında axtarıb, öz beynimizdəki fahişəliyi görməzdən gəlirik. İntellektual uğraşlıq daha təhlükəlidir. Qalstuk taxıb insan alver edənlər kütlə psixologiyasından danışıb, əslində Sigmund Freud'in anasını kənlərdir. Bax, əsl epidemiya budur. Əxlaq heç kimin görmədiyi yerdə etdiyiniz seçimdir. Kameralar qarşısında hamımız müqəddəsiyik. Amma reallıq budur. Bu ölkədə əxlaqsız dediyiniz kəslər bəzən sizin gizli arzularınızın qurbanlarıdır. Biz öz günahlarımızı başqasının daşlanması ilə bağışlayırıq. Düzünü deyin, bu videoya baxanda ağlınızdan ilk kim keçdi? Özünüz, yoxsa qınadığınız o adam? Düşünməyə 59 saniyəniz var. Nöqtə. Bu kimi videolardan vaxtında xəbər tutmaq üçün kanala abunə olmağınızı xahiş edirəm.